Alma, limon, duz, nane tapanmadım. Bəh. Bu reyhandır, bazilik. Beşəkdir. Ağzınızın suyu axırsa, üzürlü sayın. Axmırsa durun, siz də düzəlin. Əsl deyil kimyagərsən, kimya müəlliməsiyəm də. Arıqladır. Ağzım deyil sulanı. İlk dəfə Pavlov it üzərində aparıbdı. Pavlovun iti deyilləri. Deməli, Pavlov həmişə itə yemək qoyurmuş. Birinci işığı yandırırmış. Sonra yemək qoyurmuş. Sonra itin mədəsini deşir qırağa. Oradan belə lor dildə danışım da. Turbanı çıxardır, bir qabın içərisinə qoyur. Görür ki, işığı yandıran kimi artıq itdə qeyri-ixtiyarlı olaraq, instinktdə olaraq şirə ifraz olundu. Oradan şirə axdı ki, yəni it yemək gözləyir. İşıq yanan kimi it hiss edir ki, artıq bunun sahibi buna yemək gətirir. Qoz salatı necə? Qoz mənim kökətdir. Səhv eləmişəm. İndi almaya keçin. Şərti refleks, hə. Toyum yoxdur. Bugün sizə psixologiyadan dərs keçirəm. O Günay xanım var ya, bir dənə psixolog. Onun konferanslarından mənimki daha yaxşıdır da. Yəni Günay xanım biraz çox elmi dildə danışır, başa düşmürsünüz. Mən sizə yaxın dildə danışıram. Bu nanədən qəşəngiymiş ki, reyhanla lap qəşəng olur. Alma, duz, limon sıxdım. Bir də nanə qurusu. Ya da reyhan qurusu. Yeni qoşulanlara deyirəm, bu məni arıqladır. Almanı doğradım, göy almanı. Duzladım, limon sıxdım. Üstünə də quru nanə, indi quru reyhan da ola bilər. Kekotum var. Kekot da yaxşıdır. Qozla alma. Hə, o lap dadlı, dəhşət. Reseptlərimin şahı qoz alma salatıdır, o heç. Duz kökəldir. Mənim duzuma şər atmayın. 31-7-ci ayda da sroku qutarır. Yox canım, mametlə qalıram. Oğul gəlin Avropadadır. Mən gəlinlə, oğulla qala bilmərəm. Mən biraz çox danışanam. Mametdir ki, mənə dözür. Qozalma çörək, ay Allah, çox dadlı olur, hə? Nə gelirsiniz? Sizə bir sir açım. Mamet də mənə niyə dözürmüş? Sən demə, Mamet evə girəndə qulağına nauşnik qoyur. Mən də görmürəm. Xırda nauşnik təzə çıxıb. Bu yaxında bilmişəm. İndi bunu paylaşacaqlar. Elə videolarım var, özüm 10 dəfə baxıram. Özümə vuruluram. Ona görə dava düşmür daha. Mənə qulaq asmıram. Bəs dediniz, gəlin gəlir yanınıza. Harada dedim, ha?
Pis göstərirdi filtr. Göstərsin də. Nə yazıb? Qadın bahalı ətirdir. Ailənin içində ailə yaşanması düzgün deyil. Sadəcə ara sıra qonaq gəlmək. Yox, nə var səndə? Mən xoşlamıram. Nə qonaq xoşlamıram, nə qonaq getmək xoşlamıram. Restoran xaraşı. Bəli, qadın deyir bahalı ətirdir. Üzr istəyirəm, ağzınızın suyunu axıtdığıma görə bu yemək, bu alma duzla. Luna xanım, nə edirsən mənim üzümə, ay canım? Tozda xeyir şərin olanda yox getmirəm. Pul göndərirəm. Mən Bakıda yaşayanda da getmirdim. Nura xanımın bir intervyusu çıxdı qabağıma. Üzürlü sayın dostlar. Bunu arada xanımlara məsləhətlər verim. Deyir ki, gic bu şeylərdən deyir, cahillikdən uzaq durun. Mənası belə çıxır ki, nədir məsələ? O müsahibəyə baxın, çox, mən elə bilirdim, o ağılda, o düşüncədə mənəm, sən demə var imiş. Yəni, boş şeylərdir o. Hətta mən ora əlavə edirəm ki, o qəbir düzəldirlər, mərtəbəli, 20.000 dollara, boş şeylərdir. Xanımlar, dünən məndən soruşurdunuz, bax. İndi harada yaşayırsan deyəndə ki, ay canım, 4 ildir mən Rusiyada yaşayıram. Bax, bundan ay xanımlar. Çox gözəl, dərinin əmli saxlayır, pod makyajdır. Makyajın altdan bunu vurursunuz, çox qəşəng, təzə almışam. Karoçi, rəngi də belədir. SPF-dir, amma pod makyajdır. Kim göndərib səni ora? Hara canım? Heç kim göndərməyib. Ailə qrup gəlmişəm. İndi də gəldim, işim lap əla oldu. Lap gözəl oldu. Düz tutun, çəkin, bax bundan. Üstü yazıb Kosmeya. Kosmeya SPF 50. Bax, bu Kosmeyadır. K hərfi ilə yox, C olur. User, qoymurlar. Azərbaycana qoymurlar. Kosmeya. Səni də Rusiya qoymurlar, nə olsun? Baxırsınız. Kosmeya SPF. Sonra niyə oxumuş Sayfət xanım? Yazın, oxuyum da canım. Almanın üstündə qırmızı nə idi? Almanın üstündəki qırmızı idi ki, reyhan idi bu. Düz deyirsiniz, qırmızı təhərdir. Mən yaşıl görürüm. Ya almaydı, duzdur, limondur. Bir də üstünə ya reyhan qurusu, ya evinizdə nə varsa, ya nanə qurusu, ya da ki, şeyin yarpaqları. Kəkliyotun yarpaqlarını ovuşdurun. Belə səpin, yiyin, geçsin. Qiyməti bunun olar da, bir 15 manatsa, çox qəşəkdir. 15-20 manat. Çox qəşəkdir. Makyajın altına. Üstə yazıb pod makyaj. Arıqlamağın yolu bu dəqiqə düşürəm. Qarda bir qəşək qaçın, bir 10 kuruq. Bu yazanlar Azərbaycana qoyurlar, niyə qoymasınlar, adam öldürüb. Afina, özüm mırtdaşıram. Qoy ağzı əri gözü çaşın yazdırdığıdır, qoy ürəkləri yerinə gəlsin. O elə bilir ki, o elə yazdıranda mən əsəbləşəcəm. Mən niyə əsəbləşirəm ki? Qoymurlar da. Əslinə mən bir sirr açım. Əslində mən Rusiyadan çıxamıram kənara. Ayrı bir səbəbi var, başqa bir şey deyil. Sənəd məsələsidir. Hələ ki, o sənədimizi düzəltməmişik. Restoran, Mamedin restoranı mənim adım. O restoranın da yüngül bir şeyi var, işi var. O restoranın sənədinə görə. İndi onu həll eləyəcək Mamed müəllim, ondan sonra ona görə. O da təzəlikcə bilmişəm, heç əvvəl bilmirdim. Bəlkə də Mamed qəsdən elətdirib ki, mən Qazaxstanda bir toy var idi, gedə bilməyim ora. Mameddən nə deysən çıxar. Ay aman, çox bilmişdik. Surqut mənə çox doğmadı.
Elə Moskva qiyməti. Bir dənə biletim alırsınız, gəlirəm. Çölə baxaq, gedirəm, çöldə bir dənə idman eləməyə, dostlar. Gedim bir 5 qrup qaçın. Nədir? Belarusiyadan gəl yola salaq get. Yox, o riski niyə alıram ki? Yox, sonra da tutsunlar, deport eləsinlər. Yox, mən qanun sevirəm, ay dostlar. Mən qanun nədir, odur. Bakıya gəlmirsən, buradan Rusiyadan buraxmırlar heç yerə. Ona görə. Surguta oğlunuzun toyuna baş üstə, niyə gəlmirəm? SPF-i göstərin. Qızlar, çox qəşəkdir. Görün, orada varsa, makyajın altdan, salonda işləyən xanımlar, siz də alın, yəni, Kosmeya yazılıb. Kosmeyanı da bu qıynandı, görürsünüz. Nətər edeyim mən bunu? Üstündə pod makyaj yazılanı alarsınız. Kosmeya. Kosmeya C ilə Jos, G-O-S-M-E-ya. Kosmeya. Bakıya gələ bilmirsən? Yox canım, Rusiyadan buraxmırlar. Restoranın yüngülvari bir işi var. O sənədi düzəltməliyik. Ondan sonra restoran da mənim adımadır. Kişi restoranı adıma keçirib məni problemə salıb. Hə, Kosmeya. Kosmeya SPF plus 50. Elə problem deyil, mülki məsələdir. İndi hələ burada da mülki məsələ uzun gedir də, 1 il, 2 il. Bəlkə deyirəm, Mamet pis özü qəsdən eləyib ki, mən getməyim, Qazaxstana toy çıxmışdı. Yağlıdır, qəşəkdir, quru dəriyə lap əladır. Bunu çəkirsən, gündəliyə də çəkə bilərsən. Çox gözəldir. Üstündən də tonal kremi hətta ucuzdu da alsan. Bunun üstündən çəkəndə üz şüşə kimi olur. Biraz bol-bol çəkin. Esmira İbrahimova. Sən az mənə yazdığın. Bunun adından bura girən Eyri Qılça. Esmira, yox bir. Heç əvvəl bəyənmirdim, izləyicə qəlbimi oturdunuz. Bunu çox adamlar mənə son vaxt deyir. Ən çox eşitdiyim son vaxtlar siz əvvəllər bəyənmirdim. Afina, özü elə edib ki, getməyəsən. Hə, Qazaxstana toy götürürdüm. Dedi, getmə, nə var? Evin içində nə var? Uzaq yoldur, nə inirsən? Biri gördüm mənə, deyir ki, sən çıxışına stop qoyulub. Niyə? Restoran deyir, bir yüngül işi var. Dedim, restoranı adımdan çıxart. Deyir, indi çıxartmaq olmaz. Ona görə ki, bu məsələ bitməlidir ki, ondan sonra çıxartmaq olar. Nəyə baxırsınız? Baxım, Afət xanım, zəhmət olmasa, Müşfiqə Süleymanlı kremə. Bax. Bu da dostlar. Kosmeya. Burada Kosmeya yazılıbdı. Kosmeya. SPF 50 plus. Kosmeyada da K hərfi ilə yox. C ilə Josmeya. Bunun növləri çoxdur. SPF. Burada bir dənə pod makyaj yazılanı alın. Makyaj altı var bu. O bir növlərini yox. Bu həm SPF həm makyaj altı. Nəsə bu xanımı çox istəyir. Düz yoldasınız, vallah düz yoldasınız. Mən bilənlər bilir, bilməyənlər də bilməyənlərə desinlər, bilənlər. Gözəl Kimraha. Hə, vallah, kişi nə elədi, ağardı. Amma narazıyam mı? Yox. Düz eləyir bəlkə də. Nə var kənar yerdə. Bicdoğan deyir, fonogram konsert. Ay dostlar, indi onun da bacardığı odur da. Niyə lağ eləyir sizi? Düzdür, oxuya bilsə lap yaxşı olar. Mən istəyərəm ki, bütün müğənnilərimiz canlı oxuya bilsinlər. İndi cəhd eləyib, elə bilirsiniz, elə asandır. Pul xərcləyirsən. Məsəl üçün, yer var, 10.000 dollar da arenda verirsən, 17.000 manat. 3-4 min ansambla verirsən, 5-10 min işıqlanmaya xərcləyirsən, 30-40 min pul xərcləyirsən, asandır. Siz mənim padruqam Arzu xanıma ayrı 200. Burada elə şeylər yazanmazsınız. Arzu çox əxlaqlı xanımdır. Çox zəhmətkeş xanımdır. Çox zəhmətkeş anadır. Arzu ilə dalaşmışıq da, saç yolduya da çıxmışıq. Amma bilin görürsünüz, yaxşı qız olduğu üçün yaxşısını deyirəm də. İndi 20 il əvvəl uşaq idik. Heç nəyə üstündə dolaşmışıq bilmirəm də. Oğlaq. Nə yazıb? Rüstəm nə yazıb ki sən ona? Bu qız kimdir bu? Nə yazıb ki Rüstəmli sən ona klas qoyursan, ay qız qoy görüm. O Rüstəmini tapacam dayan görüm. Bəlkə məni söyüb.
Azərbaycana yox, Azərbaycanda qadağa qoymayıblar. Əksinə Azərbaycanda məni məhkəməyə çağırırlar. Gəl, qadağa qoyulmayıb. Gedin öyrənin. Qadağanı kim mənə sübut eləsə, nə ürəyi istəyir ona bağışlayacağam imkanım daxilində. O Bicdoğanla Ağzər Gözçaşın buraxdığı şayədir. Allahımıza and olsun yalan şayədir. Kim bax, burada boyunuz pul qazanmaq istəmirsiniz? Gedin araşdırın, vəkildən də soruşun. Deyin ki, sənə qadağa qoyublar. Yox. Mən bu dəqiqə Azərbaycana getsəm, hava limanında polis deyəcək bura qol çək, birbaşa məhkəməyə gedib. Məhkəmədə bir dənə məhkəmə olacaq, məhkəmə adamı tutmuş ki bu şeyə görə. Hələ məhkəmə 4-5 ay davam eləyəcək. Söhbət budur. Nabarot əksinə, Azərbaycanda deyirlər ki, gəlməlisən məhkəməyə, mən buradan çıxamıram. Onu Bicdoğan özləri çıxardıb. Niyə? Bir ətək şeylərə, nədir onun adı? Mənim bir düşmənim var, Bicdoğan. O xəbərləri o yazdırır, dostlar. Ağzər Gözçaş, bir də Bicdoğan, bir də nə idi onun adı ayalda? 3-4 nəfər var, onlar yazdırır. Siz təbiisiz, ay canım ona görə partlayırlar da, bəs nə, bəs nə? Bir də Ağaçdələn, hə. Əyriqılça, Ağzəri Gözçaş, Bicdoğan, bir də Ağaçdələn. Ölürəm deyir Ağzəri söz deyəndə. Sizi güldürürəm. O havayı yerdən sevitan. Ay xanım deyir, belə sözlər deməyin. Nə deyim yaxşı? Nə deyim yaxşı? Bicdoğanı Düzdoğan deyim. Düzdoğanların haqqına girim. Nə deyim yaxşı? Sən demən deyim də. Bax, nə deyim? Yaxşı, şeylə deyəcəm. Nigahdan kənar doğan. Bu yaxşı alınmır axı. Bu mənə yaraşmır bu söz. İşim budur. Mənim xahiş edirəm hər dəfə mənə yazmayın ki, sənin nəyinə lazım? Canına zara lazımdır. Mənim işim budur da. Ayrı işim var. Hərəm bir işi var da. Sən gül əkirsən, nə bilim, birin aboy vurursan, mənim də işim budur. Veriliş aparıram. Kimi deyirsiniz? Yeganə Rəsulova, cəmaat bilir, sən narahat olma, yeganə. Sən bilməsən də olar. Ağzərin də bilirlər, Bicdoğan da bilirlər. Elnur 510. Mənim işim deyirəm, budur yenə deyir sənin nəyinə lazım. Ay canım, işim budur da. Utanmırsınız, yox, niyə utanıram? Bicdoğmamışam ki, utanıram. Hamısı xainlikdən, düz deyirsən, xainlik eləyirəm Bicdoğana və Bicdoğlanlara. Kaş mən də Bicdoğardım, ya Rəbbim. Mən niyə düz doğmuşam? Çox xainlik eləyirəm, çox. Dəhşət. Görün, nəyə xainlik eləyir, ay cəmaat bu yazan. Nəysə, Allah sizi güldürsün. Birazdan gedirəm qəşəng idmana. Ağzıvı yox, ağzını. Mələk Rəşad. Ağzıvı sözü Azərbaycan dilinin qrammatikasında elə söz yoxdur. Ağzıvı nədir? Ağzını öyrədəcəm elə. Ağaçdələn kimdir? Kimin burnu oxşuyur ağaçdələnə belə? 2 dəfə kəstirib bədbaxtın qızı. Yenə də belə qalır. Afət deyilsən ki, Allah qəşəng yaratsın. Çölə baxmaq istəyirsiniz? Qar kəsdim, bilmirəm. Nəslində Bicdoğan var. Bir dənə uzaqdan var, onu da nəsildən silmişik. Bir dənə bizdə var idi, nə olsun? Uzaq, uzaq. Rədd elədik, heç kim onu nə toya çağırmır, nə xeyrə şərə. Yoxdur əlaqəmiz zaten. Qar yağırdı be, sizə göstərdim, yəqin yox idiniz. Mən demirəm ki, bu görünməmiş bir şeydir. Var. Mənim də nəslimdə bir nəfər var idi. Şey elədik. Qohumluqdan çıxartdıq. Elə ondan danış. O mənim quyruğumu tapdalasın, danışım da. Quyruğumu tapdalayamıraq qorxusundan. Nə deyim, ay canım? Bu tof yox, ay canım. Mən uşağam, şeydir, nədir onun adı. Sən məni, bura arbatdır səndə. Sizin müğənniniz oliqarx həyat yaşayırsınız, durub deyirsiniz, bu tofdur. Arbat, novi arbat. Sevgi İmanova, kimə ilişmişəm, ay canım? Mən qələt eləyərəm. Heç kimin ixtiyarı çatmır. Mən deyirəm ki, Bicdoğan mənə ilişib, mən də Bicdoğanın payını vermişəm. Vallahi sənə od qoyub. Qoyub, mən də qoyuram da canım. Onda mənə niyə yazırsınız ki, demə.
Qoyub, mən də qoyuram, nə deyirəm ki. %90 535 nömrəsi. YouTube'da yaz Afət Fərman qızının oğlunun toyu, oğlumun atasını gör, ortaya gör nətər çıxartmışam. Bağlansın da söhbət. Üzr istəməyənə qədər bağlanmayacaq. Üzr istəsin məni söydürdüyünə görə, ondan sonra bağlanacaq. Yoxsa yox, mümkün deyil. Güzel xanım, ziyalı ailədənsiz. Bilirəm canım, çox sağ olun, öpürəm sizi. Həmişə yazırsınız. Çox sağ olun, tanıdım. Var olun. Sözün düzünü danışırsınız, öpürəm. Sağ olun Məmmədov Aynur. Leylanı blok edin. Leyla kimdir? Məndə görünmür. Ay canım, o cür tənə itləri, mən sizə əvvəldən dedim. O cür yazanlar kimdir? Ağzı əyri, gözü çar. Onu blok elədim, hə. Həmən dəqiqə. Gəh Leyla adından yazır, gəh Brent Yaga, gəh Ədalət, gəh nə bilim. Az bezmədin dana. Ay Süleyh it. Deyirəm, nəyi bölənmirsiniz? Ay da. Sevirəm sizi. Can, mən də sizi çox sevirəm. Öpürəm sizi. Gəncədənəm, səni çox sevirəm. Supersən. Aha, salam Afət xanım. Hansı şampuna? Head and Shoulders'dən yuyuram. İçində balzam olanla. Balzamla bir yerdə olan. Moskvada qar yağır, ay canım. Sizi bu sözünü... Mən ad çəkmirəm ki, getsinlər. 1000 dənə vicdoğan var. Mən ad çəkmirəm. İzləyicilər yazır adı. Ay user. Mən ad çəkmirəm. Ad çəkəndə... Burada Rusiyada heç elə bir şey yoxdur. Yadınızda saxlayın. Ad çəkmirəm. Mən deyirəm, vicdoğanlar ayıbdır. Vicdoğmu, user. Vicdoğan sən kimə deyirsən ki, ay user, səndən soruşum. Kim çəkir, kim skrin eləyib ki? Yaz görüm kimdən gedir ki söhbət? User 63 82 92 37 091. Kimdən gedir? Vicdoğan deyəndə kimi nəzərdə tutursunuz? Narahat olun, mən hüquqlarımı qəşəh bilirəm. Aysel adıyla yazan. Ömür boyda onun bunun adından yazın. Ay əyri qılça, ay Allah. Lütfi profildə yaz əyri qılça da, onu da bilirik də sənsən. Allah böyütsün. Çox. Sənə deməyiblər az danışmaq qızıldır. Canım, veriliş aparıram. Verilişdə danışmam. Elə mən baxım, siz də baxın. O veriliş olmur axı. Düzdür oğan, necəsən? Çox sağ ol. Bu nədir? Ay Allah, bu izləyicilər dəhşətdilər. Biz bilirsiniz nə qədər savab iş gördük sizlə bir yerdə. Mincivandan gözələ salamlar. Sağ olun. Ağaçdələn kimdir? Ağaçdələn baxın da. Zızı, Afət xanım deyir, şo biznesdə vicdoğan çox nə bilək kimi deyirsiniz. Mənim quyruğumu tapdalyana. Bu qədər tərifi necə qəbul edirsiniz? Necə yəni? Tərifliyə tərif deyərlər də. Hə, o negativ yazanları mən saya saymıram ki, öz adlarıyla yazmırlar. Öz adları ilə mən də sizi çox sevirəm, var olun. Abdurrahimov, sağ olun, var olun. Görün, nə qədər gözəl sözlər yazır. Mən də sizi çox sevirəm, Zakataladanam deyir, sağ olun. Xeyr edən yorumları oxuyur. Yox canım, valla nəyə görürəm, onu oxuyuram. Əyri qılça deyəndə ölürəm deyə gülməkdən. Biraz pul apar gözüm. Maral xanım deyə gedəndə gözün doysun, pul apar. Ay canım, bu dəqiqə pul deyək, pul hər şeyi həll eləyən puldur, nə danışırsınız? Pul nə olmasa, yıxıl, öl. Bar verən ağaca daş atırlar. Bəli. Ev yıxanların deyir, ev yıxılsın. Bəli. Neçəm etən? 3. Səni sevməyən ölsün. Öpürəm sizi. Ağdamlar. Siz düz deyən, siz düz. Sağ olun. Mamidə salam deyərəm. Sən bir dənəsən. Salam, növbətdə və Nijnovqorod'a vaxt gəlirsiniz inşallah yaxında. Nijnovqorod'a toy çox deyirlər, üst-üstə düşür. Amma bir dənəsini mənə görə vaxtı dəyişdilər. İyunda da oradayıq inşallah. Allah mübarək eləsin. Öpürəm sizi. Ay aman.
1100-dən aşağı düşmədiniz də. 1600-ə qalxdıq, 1100-ə düşdünüz. Sizi çox sevirəm. Çox sağ olun. Pul olanda kimisə dedim, yox canım, Yalta. Niyə görə ki? Dünya dərəbəylik deyil ki, gedin şikayət eləyin də. Arbatdır. Конечно же, sizin müğayini harda qalmalıdır? Ya Rublyovka, ya Arbat. Ya da Kutuzovsk. A что? Toy deyirsən. Toy sabahdan başlayır da, Razqar. Bugün cuma axşamı da axı. Cuma axşamı toy eləmirlər adətən burada. Yüzür. Moskvada eviniz var. Конечно, sizin müğayiniz sizin sayənizdə kraliçadır burada. Toylar kraliçası. Bürcünüz nədir? Oğlak. Afət xanım ürəkdir. Sağ olun. Rafael. Ay Rafael yenə gəldim. Maşallah. Atma hədiyə. Çox sağ ol. Nə? Ay canım Yalta. Nə edirsən? O da baxır Yalta. Bəlkə Yaltaq yazmaq istəyirsən. Yalta qalıb. Axıra bir qıda qoy yerinə düşsün. Yaltaq. Yaxşı söhbətlər gedir. Həvri canımı bağlayıram. Arbata baxmaq istəyirsən. Şir at göstərim. Arbatı. Arbat elə belə arbat deyil ki, mən sənə havaya arbatı göstərim. Poa. Şir deyəm, şir gəldi çıxdı. Elnur bəy, Allah canını sağ. Azərbaycanda niyə görsənmirsiniz? Çünki ərim orada deyil, buradadır. Ay Allah, nə qədər boş-boş sual yazırsınız. Rusiyada bircə mənəm ki, yaşayan. Belə yazırsınız, elə bir dənə mənəm burada. Yalan danışmır, arvad deyil. Yaxşı da, Emin bəy. Bir dəfə də mən yalan danışım. Cəmaat o qədər yalan danışır o müğənnilər. Cəmaat da yox müğənnilər. Elə yalan danışırlar, heç onlara yalanlarının üstünü açın. Biri deyir ki, həyat yoldaşını aparıcı salıyor da deyir, həyat yoldaşı. Ona demirsiniz, sən həyat yoldaşın deyil. Elə mən arbat deyəndə deyirsiniz. Bunun nə ziyanı var ki? Ya arbat oldu, ya oldu. Rublyovka oldu. Neçə kilogramım 68, 69. Sağ ol, ay Bozqurt 55, sağ ol. Şahbazova sağ ol, çox sağ ol. Gülnar xanım deyir, salam düzdə olun, öpürəm sizi. Sənin çənən yorulmur. Yox, çənəmi təzə qəşək düzəltdirmişəm. İşim budda veriliş aparırım. Sibel xanım, bizim 4 uşağımız var. Mametlə mənim birgə. Olmasaydı, 1-2 olsaydı, 1-2-3 dənə də artırardıq. Anketim boş qalmışdısa doldurdum. Sakit ol. Mametdən deyən yanğılı qalmışsan, ay xanım. Sibel xanım, nə? Hələ qoy, bu 4-ün birini yerləşdirdik, hələ 3-ü qalıb. Bir uşaqları yerləşdirək də. Emin bəy deyir, mən arbatı yaxşılanıram. Günay Əzova deyir, qadında bir yaxşı şeydir, biz doğanlara ar olsun. Düzdür Günay xanım, düzdür. Ayıb olsun biz doğanlara. Bəstirində də indi doğub da insanı bu boyda alçaltmayın. Sən nə konsert vermirsən? Bayaqdan konsert vermirəm, baxmırsınız. Sabah da konsert olacaq. 18:00-da YouTube kanalımda baxarsınız. Toyda 6 saat canlı oxuyacağım. Hər toyum da bir konsert. Mən gedim restorana pul verim, yer götürüm $10.000. Cəmaata yalandan çağırış dəvətnaməsi verim. Gəlin konsert edirəm. O konsert deyil, gözdə fonogram oxuyum, başınızı da yozum. Bəxt yığval yaxşı şeydir. Mən fonogramla bir konsert verirəm desəm, Allah mənə ağıyıb qara sərmişdiniz. Bəxtə yığvala baxıq. Fərqimiz odur ki, mən konsertdən pul götürürəm. Bəzilər konsertə pul yatırır. Həmişə həyatda bic balaların, bic doğanların bəxti yığvalı çox yaxşı olur. Düzlərə baxan, düzdə qalır. İraq məndən həmişə yadınızda saxlayın. Nahaq haqdan insanların gözünə daha düz gəlir. Niyə belədir bilmirəm. Yox, baxmadım. Mən o tipli adamları görəndə baxamıram. Allah uzaq eləsin. Silikonduda oğlanlara mən baxamıram. Bir dənə də bu almadan.
Öpürəm sizi. Ben şeyler karışmam. Zalımın qızına bığ nətər yaraşır. Yunus bəy sağ olun. Kişafət. Canavar afət. Sağ olay Fərid bəy. Bu yaltağı mən blok edeyim. Bu yaltaq adı ilə ürəyini onu partlatdıq yaltağı. İndi blok elədim ki geçsin. Yandı cız. Azərbaycana niyə gələ bilmirsiniz? Rusiyadan buraxmırlar. Evim 8-ci mərtəbə. Özdə biraz saxlayayım bunu. Alma, duz, limon, nanə qurusu. Hansı resept etdin ay canım? Qoz alma, Aysel xanım. Hə, dəhşət salat deyil o. Efirdəyəm də həyatım bir gün deyir, səni də efirə buraxım. Yox, efirdəyəm, mən hər gün efirdəyəm. Afətlə doğrular bilməlisiniz. Afət TV. Sağ olay da Famin. Üzr istəyirəm, mən efir qaydalarını pozaraq alma yedim burada. Bəzilərinizin ağzı sulandı. Üzr istəyirəm. Afət xanım, mənim yazdıqlarımı oxuyun, millət başa düşsün kim kimdir. Bir də yazay canım. İrka, onu 5 ildir yazırsınız. Mən gəldim də oğluma toyda elədim. Özünüz deyib özünüz eşidirsiniz. Siz deyən daşarınıdır da qışda deyir. Sənin o böyüyün var, ağzı ər göz çaş. Onu bir müğənni üçün 4 il dedi. Onu bir müğənniyə də deyirdi. Mənim Maçelloma. Maçelloma axırda ona qalib gəldi. Onu siz öyrəşmişsiniz hamiyə deməyə. Siz bir dəstə tənə iti, ay İrka. Mən tək. Sizi elə oturtmuşam ki, partlayırsınız. Dalınca da toylar, dalınca da xalqın sevgisi, yana qalmışsınız. Girirsiniz canlımda fake profillə hürürsüz. Yazım İrka. İzləyicilər İrkanın payını verdi. Biraz aşağı ilə get. Aynur xanım, mən elə aşağı ilə gedirəm. Sən məni yuxarıda yəqin görürsən, çox sağ ol bu etimadına görə. Burada evlərin qiyməti çox bahadır. Vay. Bir otaqlı ev babat yerdə 180-200 min dollardır. Çox bahadır. İndi də lap bahalaşdı. Asil Ənkaranlı. Bu oyuna baha, çox bahadır. Dırnaqlarınızı dəyişin. Baş üstə, sən yəqin təzə girmə. Baş üstə. Rəysən, hə də bəli, buradan çıxışman ağayrım. Pünhan Piriyevdə Moskvaya həsrət qoyublar. Hərədə bir cürdür də. Pünhan yazığa da bura girişə stop qoyublar. Dünyada bir dənə mən deyiləm ki, buradan mənim də çıxışma stop qoyublar. Narahat olma. Paxıllar yanır deyir, fikir verir. Bilirəm canım. Mən canlı açıb bunları dedikcə yanıb yaxılırlar. Burada gündə bir dəfə onların evinə təcili yardımı gətirirəm, aparıram. Dırnağımı Aynur xanım, Bella deyir, Aynur, az bəsdir deyir. Onun bununla. Bilirəm canım, onlar hamısı ağzı ər göz çaşın adamlardır. Attım bloka onu. Yana qaldı. Ay dostlar, sizə bir sual verim, bundan da sağollaşıram. Mənə deyin görüm,
Məsələn, bir adam bir telefondan bir nömrədə nə qədər profil aça bilir ki? Ya da bunun nə yolu var? Ayrı yolu var. Bunu tez profil açıb yazmaq. Mən şokdayam. Yəni, belə şey olur, yəni. Bir yazın görün, mənim başım çıxmır çox. Afət bizim gizliyik və can, öpürəm sizi. Sən, Afət xanım, kökəlməyin, baş üstə. Gərək peşəkar olur. Gərək peşəkar olur. Bunlar bu işə baxır. Ay dostlar. Dollar yoxsa... Yox, mən dollarla dedim ki, biləsiz də, 17-18 milyondur bir otaqlı ev ortaba bir yerdə. Olur dostlar, həftədə bir ad dəyişmək olur. Yox, adı demirəm. Profil atıram bloka. Ondan sonra həmən cümləni, eyni cümlə, nöqtə, vergül, birə-bir. İndi ayrı profillə yazırlar. O nəcür olur ki? Olur. Instagramda belə şey görməmişəm də. Bir dənə 1000 adamın içindən bir dənə axmaq olar, atarsan bloka gedər bir xeyli. TikTokda barmağımın ucu ağırdı. Ancaq fake səhifələrdir dostlar. Eyni cümlədir. Yazır. Siz həyatda görmüşəm, həyatda daha gözəlsiniz. Çox sağ olun. Afət, Tarix müəllim, Azərbaycan Dövlət Telefonu. Tarix müəllim, çox sağ olun. Ülkər xanım, çox sağ olun. Öpürəm sizi. Ay dostlar, o nətər olur ki? Onu notebookla eləyirlər, yoxsa telefonla eləyirlər ki? Nəylə eləyirlər? Başqa nömrələ, gümək ilə açırlar yeni profil. Onları tapdırmaq olur vəbşi, şikayət eləsək. Yox, adam öz adı ilə deyil. Hamısı user, nəsə no name zadlar, bildiniz necə? Hamısı fake profildir. Bax, indi yoxdur, görürsünüz, yoxdur. Google'dan, və bu nə qədər açırlar ki? Bu ən çox nə qədər açmaq olar ki, yəni? Elə burada kopya past edirlər. Bildim. Afət xanım, siz enerji polis... Çox sağ olun. Enerjiniz bizə yüksəlin. Çox sağ olun. Öpürəm sizi. Azərbaycan xanımları, yaxında nə qədər toylarınızda görüşəcəyik. Hamınızı oradan ancaq mənə bir dənə bu söz deyirsiniz ki, sizi dəstəkləyirik, düz deyirsiniz. Köhnəni silir, yenisini açır. Axı, mən onu blok edirəm. Afət xanım, Bakıda. Necə? Ay canım, mənə indi buradan çıxışımın stopu götürülsün. Demişəm ki, eləsin məhrəmliyə qədər. Həyat yoldaşım mənə stop qoydurub. Özü qəsdən edib, yəqin mən getməyim. Qazaxstana toy götürürdüm, evdə dalaşdıq, dedi getmə, dedim gedəcəm. Ondan sonra bir də mənə gətirdi ki, buna bax, restoran sənin adınadır. Restoranın bir maliyyə məsələsi vardı, onunla bağlı mənim adımda olduğu üçün stop qoyulub. İndi gedib bu işi tezləşdirmir. Bir adamın vəkəlli profili var. Pulunu ödəyirsən, o yazır. Всё. Mən deyirəm ki, bu eyni cümlədir. Necə olur ki, mən bunu blok eləyirəm. İndi bu tərəfdən user, bu dəqiq userlə. İndi pis yazmır, düzdür bu dəqiq user. Sağ ol, ay Murad bəy. Ay aman, ay qız, gülməli danışma. Mən valla bilmirəm, başım çıxmır. Sizə gözəl sözlər yazıram, niyə oxumursunuz? Oxuyuram, ay Kamilə, gözəl, pozitiv, Bagirova, spasiba. O qədər tez-tez yazırsınız, çoxlu yazırsınız, oxuyub çatdıramıram. Abbas bəy, spasiba. Dəqiq olurmuş da, deməli. Deməli, ürəti, sağ ol, ay Elvin. Elvin Pro, spasiba. Neçə kiloyam? 68-69. Boyunuz neçədir? 1.65. Bəli, olur. Onda siz də həmən o fake profildə yazan görən kimi Rusiya vətəndaşı olanmır ki, borcum var, çıxanmıram. Bu nə deməkdir? Azərbaycan vətəndaşının borcu var, ölkədən çıxanmırsa, burada da Rus vətəndaşının borcu var, çıxanmır. Nə dəxli var ki? Bilən də danışır, bilməyən də danışır. Başın başlara qoşma. Bilmirsən, yazma. Borcun vətəndaşlığa nə dəxli var ki? Kredit götürməmişəm, yox. Restoranda bir... Yox, gözəl sözləri oxumaqdan niyə yoruluram ki? Sən də mənim yerim olsan yorulmazsın, ha canım. Atarayası jackpot edib sizlə ailə. Kamilə xanım, spasiba, de.
Öpürəm. Başqa deport deyil. Yox, mən deport eləyə bilməzlər axı. Mümkün deyil. Niyə eləsinlər ki? Mən paraya düşünüm vətəndaşım. Stop adi bir dənə cərimən olanda da ola bilir. Yüngülvari elə bir şeydir. Düzdür, ay canım. Mən səhifəmə follow yığıram ay canım. Orada biri yazıb ki, canındasan. Hə, səhifəmə follow yığıram. 300 min eləyək. Stop borçdan da olur. Bəli. O tipli bir şeydir. Siz Elnarə Abdullayevanı təriflədiyinizə görə sizə hörmətim var. Çox sağ olun, Allaha aşiq. Mən Elnarə Abdullayevanı tərifləmirəm. Düzünü deyirəm, olanı deyirəm. Tərifli xanımdır. Tərifli xanımın haqqında o tərif deyil ki, canım. O faktdır, faktı deyirəm. Nə yaxşı ki, Elnarə xanım kimi xanımlarımız var bizim sənətdə ki, biz fəxrlə deyirik ki, müğənniyəm. Elnarə xanımı nümunə göstərirəm. Elnarə xanımda da çepi axtarmaq lazım deyil. Onu danışan adama deyirəm ki, səhifənə follow yığmağın dərdindən bu dəfə alınmadı. Get təzdən gələrsin. Nurmanımla gəlmişdiniz toya Göygölə. Hə, çoxdan. Ay Allah, halal olsun. Rusiyada deyir, adi maşın cəriməsi olanda da çıxışa stop qoyulur. Bəli. Yox, hər yerdə belədir də. Bu nə demək? Stop insan üçündür də. Qoyula da bilər, götürdə də bilər. İndi işləmlər başlayır. Vəkilə vermişik, daverniniz. Layner yaraşır sizə. Nə bilim, ev yeşikdəyim, qoy üzüm istirahət eləsin. Siz çox ağıllı xanımsınız. Çox sağ olun. Yox, o təklifi Mamed eləmişdi Bicdoğana. Hamama çağırmışdı, o da gəlmişdi canım. Səhv məlumat veriblər sizə. Bizim Mamed bir də, Mamedin bir yaxın dostu var. 2 nəfər olublar. Bicdoğanı hamama çağırıblar. Bicdoğan da yürüb gəlib. Heç pulzad da danışmayıb. Budur. Hava necədir orada Natiq bəy? Çox qəşəng qar yağır. Gözünüz rənglidir. Hə, ala rəngdir. Göy geyinəndə göy olur, yaşıl geyinəndə yaşıl, qara geyinəndə qara. Düz danışırsınız. Kamila xanım, конечно, какой привет, такой ответ. Dəymə taxta qapıma, dəyməyim dəmir qapına. Kimdir Bicdoğan? Bicdoğan kimdir? O qızı tapın. Moskvadasınız. Da, конечно, yumuşaq ürəyim. Qəşəng rəngi var, çox sağ olun. Gözlərinizin gözəlliyi. Bürcünüz nədir? Oğlan. Ali bəy, vaxtında deyibdi. Deyib, mən də deyirəm. Yenə bu çıxdı qarşıma. Rədd ol oradan cəhənnəm o qoy, sən blok eləyim. Sən blok elədim. Allahdan qorxmursan, o şəhərə böhtanı atan qorxusun. Mən niyə qorxuram ki? Boy. Biz doğmağı mən niyə qorxmalıyam ki? Biz doğmağı faktı qoyuram ortaya ki, başqasının ərindən doğulan uşaq biz bala adlanır. Allahdan biz doğan qorxusun. Görmə saatıma bax, düz doğan mən ola mənə yazır Allahdan qorxmursan. Ged ona xanım, o birinin səhifəsində yaz Allahdan qorxmursan. Əcəb edir, qələt eləyir. Niyə əcəb eləyir ki? Qələt eləyir, bizim tərbiyəmizi pozur. Da çox demişəm, onsuz da sırtılıb bilirəm, amma təzə... Öpürəm sizi, çox sağ olun. Pingvin kimə lazımdır? Pingvinin pulu var idi, Bicdoğana lazım idi. Pul olmayan kimi bəhanə dilə dalına bir təpik vurdu. Pingvin kimə lazımdır? Bəli, kim kimə şər atıb, böhtan atırsan Nigar xanım. Allah Taala onun bəlasını versin. Bəli, kim kimi söydürürsə, kim kimə duxu alıb onu söydürürsə, filan eləyirsə, Allah Taala onun bəlasını versin. Kim kimin göz yaşları üzərində başqasının ərini gətirib içirdib evinə salıb bic doğursa, Allah Taala onu bildiyi kimi yapsın. Faktı mən deyirəm, özünü deyir, ağır aparır. Cibimə daş qoyacam, mən də ağır olacam. Evli yox. Bizim Azərbaycanda heç kimimiz yoxdur. Uzaq qohumlar var ya, belə ailə üzvlərimiz yoxdur. Sən ürəksən, çox sağ olun. Gülşən xanım, ay cəmat bu Gülşən deyir, ayıbdır deyir. Nə ayıbdır? Biz doğmaq bəli, ayıbdır, düz deyirsiniz. Mən tərbiyələndirirəm, deyir, ayıbdır.
Şəmkir 57 tərbiyə deyir, sizdə deyir, ay Şəmkir 57, mən nə deyim yaxşı, deyim yaxşı şeydir. Biz doğmaq deyim yaxşı şeydir. Ayıbdır axı, qanunu pozuram. Daxınaya gedirəm. To qiymətinə gedirəm, bəli. Vüsal bəy, onu danışmışam, Araq ailəsi. Gidirdi, biçirdir, kişi də başdan xarabın biridir. Bizim nömrəmizi də yığdırır, böyəxindən banditlərə zada yığdırır. Xox gəlir güya öz aləmində. Ay Allah. Ağzı əri göz çaş da eləyir. Pingvin də eləyir. Bir doğanın xəbəri yoxdur, yox. Görürsünüz, mən haqqına girmirəm. Sən tərbiyəyə necə dəvət edirsən? Ay canım, Zulya Zuzu. Deyirəm, bic doğmayın. Başqasının ərindən bic doğmayın. Sovetin vaxtında tuturdular. Очень красиво проводите. Спасибо, Ами. Спасибо, çox sağ olun. Təranə, kim yalan danışırsa Allah onu düzdür, bəlasını versin. Kim paxıllıq edirsə Allah onun bəlasını versin. Kim məni söydürübsə üzdən İraqa tam for dətir qarşılığında Allah Taala onun bəlasını versin, necə ki də verir. Ondan pis şey yox. Kim başqasının arvadını göz yaşlı qoyub, ərini içirdib evə salıb, ondan bic balalar peydahlayırsa Allah Taala onun bəlasını versin. Amin. Nə deyim? Ay canım. Çox sağ ol. Nə qədər çox sağ ol, çox sağ ol. Nə qədər ki deyir o cür əxlaqsızlar var. Onlar bilirsiniz, aparıcılar pul müqabilində tərifləyirlər. Bəziləriniz ona görə çaşmısınız. Ev dağdanın evi olmaz. Düppədüz, düppədüz. Onun bayılda bir mollası var idi, arvad. O mollanın hesabına deyilənə görə mən inanmıram mollaya zada. İndi təsadüf alınırdı deyə aparırdı mollaya bir ətək pullar zadlar paylayırdı. Ay canım, fərqi nədir ki, indi nəyim var, oğlum var, qızım var, onu bilmirəm nəyə dəxli var. Vay vay, valla valla. Siz çox istəyirəm Zeynəb, siz görmək istəyirəm, can çox sağ olun. Güya sən abrılısan ki, ona baxanda abrılıyam. Hər halda bicdə olmamışam. Bir niyə olur ki, ona görə ki, başqasının ərindən doğulan uşağa nigahdan kənar deyirlər. Yenə deyim, ona görə bicdir. Afət xanım, üzdən İraq kimdir ki? Neyin reyində üzdən İraq üstümə töküləcək, oradan gələcək. Mənə lazımdır qışdan marojna. Sizin yoldaşınız yox, ailəli olsa nətər məndən zaks kəstirir, ay canım. Dünyada elə qanun yoxdur. Bir kişi bir zaksa düşür, bir arvad ala bilir. Elə şey yox. Bezmədiniz, yox, sən eyni arvadda oturmaqdan bezmədin. Deyir, bezmədin. Elə demə, başına gələr. Nə, təzdən bir doğacam? Ay xanım, mən heç 20 yaşında doğmamışamsa, bic. İndi də vapşı doğmaram. Niyə? Nafət TV efirdədir. Yox, mən Təbrizliyəm əslən. Amma Gəncədə doğulub Tovuzda böyümüşəm. Yerə 057. Öz kişimdə göstərirəm, yaxşı edirəm. İstəyərəm əlini göstərirəm, istəyərəm qolunu. İstəyərəm bığını. Heç dəxli var. Bu qədər kinli olma. Yaxşı eləyirəm, mən kinliyəm. Bəs mənim quyruğumu tapdalayanda bilmirdin sən. Özünüz məndən də kinlisiniz. Quyruğunuzu tapdalasan bu dəqiqə. Alfons deyirdin, yaxşı eləyirəm. Dalaşmışdıq deyirdim. İndi barışmışıq, milyoner deyirəm. Sonra bu TV-ni, Afət TV-ni də mənə Mamedə açıb. Pərviz, ay Pərviz, bir cümlə yazmışsan, 8 səhv tapdım səndə, oxuya bilmədim. Hərfləri də oturtdum, yenə alınmadı cümlə. Oğuldan, qızdan 4 uşağımız var. 2 oğlan, 2 qız. Oğlumuzu evləndirmişik, qızımızın toyuna hazırlaşırıq. Tərvanə xanım deyir, mən səviyyəsiz Təbriz. Niyə elə deyirsiniz? Təbriz də bizimdir. Elə şey olar. Dırnaqlarınız yaxşı almıyor. Vallahi dostlar, 120 manat pul vermişəm buna, Allah'a and olsun. Geyib kəstirəcəm dibindən. Qoy biraz bundan oxuyum toyları. Nə deyir? Ərə getməyə niyə ayıb olsun ki? Başa düşmürüm. Görün, mənə nə yazır Şamil? Deyir ki, utanıb ölmürsən, deyir, ərə getmirsən. Neyiniyim? Gedim başqasının ərinə ər deyim. Ay Allah, gör hansı zamaniyə gəldik, çıxdıq. Mən sizlə nə danışım? Siz hamıza demirəm, ay dostlar, üzürlüsən, yəni özünüzə götürməyin. Bir nəfərə deyirəm.
Niyə düz yazmışam? Onu səhv yox, səhv. İndi yoxdur, səhv yaz, heç namaz oxuyacağım. Ay Pərviz bəy, Allah bayaq ki cümləndə heç nə başa düşmədim. Vəfə, bacı mən nə yazdığımı oxu, yaz oxuyma canım. 120 manata düzəltdirmişəm. Niyə boşanırdım? Nə bilim. Sizinkilər niyə boşanır mən deyilə? Boşanan niyə boşanır? Bu ər deyirəm. Ay canım, sevgili deyilik, biz ər-arvadıq. Ay, yenə açdılar. 2 dənə səhifə var burada, təzə açılıb. Ay, balam, dalaşanda yaxşı eləmişəm, barışanda da öpüb demişəm ki, səhv eləmişim. Burada nə var ki? Öz ərimdir. Mənim üçün söyməyə, öpməyə ərim var. Sənin o da yoxdur axı. Ərin rusdu yox, rus deyil. Sən düz sözlüsən, Yakutyalı. Spasiba. Məni belə oğlanlar, belə qızlar bəyənir. Fake profillə mənə, fake profildən indən sonra nə yazsaz oxumayacağım. Vallahi nə deyirsiniz deyim, bu qadından yaxşı enerji alıram. Sağ olun. Leyla xanım, sağ olun, sağ olun. Lap yaxşı. Vallahi bu qadından çox sağ olun. Şamil 090. Niyə gözdən salıram ki? Ay dostlar, mən özüm gözdən salıram. Bu Şamilə bir yazın. Yazın, yox. O işini bilsin, ürəyə partlasın. Bax. Yox. Öldüyün ay Şamil. Bax da, bax. Öpürəm sizi. Öpürəm sizi. Sabah yenə bir nəfərə işıq pulu göndərəcəm. Sabahları YouTube'uma abunə olun. Oradan da, amma həqiqi də, yəni yoxlayacağım, görüm kimdir, nədir, nə deyil ondan sonra. Sağ olun. Fake profil nədir? Təranə Həsənova. Fake profil odur ki, özü deyil də, başqasının adından yazır, gizlənir, tülkü profil deməkdir. Qabların, süfrələrin satışı, sağ olay, qabların, süfrələrin satışı. Ay ərə gedən xanımlar, o səhifəni izləməyə alın, mənim adımla gedin, biraz alış-veriş edin, əlləri də yüngüldür, enerjiləri də boldur. Tülkü profil, tülkü. Pərvanə xanım, sən haralı olduğunu bilsən? Bəli, mən Təbrizdənəm əslən. Gəncədə doğulmuşam, Tovuzda böyümüşəm. Yəni Bakılı deyiləm. Bakı üçün də darıxmıram. Yox, çünki Bakılı deyiləm. Bakıdan ötürü Bakılılar darıxsın. Mən niyə darıxmalıyam ki? Təbrizdən ötürü, Təbrizsiz nətər yaşayıram? Təbriz mənim vətənimdir. Görürsünüz? Orada bizimdir də. Ay sevinç, bic doğmaqdan ötürü paxıllıq eləyən hələ mən həyatda görməmişəm. Ağlınız özünüzə getməz. Çox sağ olun. Vəssalam, mənim fanatlarım heç vaxtı gedib bicdoğanı qıcıqlandırıcı sözlər yazıb özümüzə söydürmürük. Mən canlılaşan kimi ağzı əri göz çaşın, bir də bicdoğanın adamları gəlir səhifəmə girir, özlərinə cavabı alır, çıxır gedir. Vəssalam. Bu deyə qoy bunu da blok eləyim, bir nəfər var yenə. Bugün cəmisi 5 nəfər ağzı əri göz çaşın, 2 nəfər də bicdoğanın adamlarını blok elədik. Tülkü profillər. Öpürəm sizi. Kifrin yerini sabahları canlıda sizə az ondan göstərəcəm. Kitaydan pişik göz kipriklərdir. Özdə bir kipriyi 10 dəfə də işlədə bilirsən. Çox keyfiyyətlidir. 6 manata 7 cütlüyə 6 cütlü. Bir paçkanı 6 manata alırsan. Çox qəşəkdir. Qızım var, elə danışma. Canım, qızım da, oğlum da belə deyim ki, olmağının bu işə dəxli yoxdur. Pozğundur. Düzdür. Öpürəm sizi. Sağ olun. Özünüzdən müğayət olun.